Birləşmiş Ştatlar prezidenti Donald Trump İrana qarşı hərbi əməliyyatlardan çəkinir. New York Times nəşrinin mənbələrinə istinadən verdiyi məlumata görə Trump Vaşinqtonun müdaxilə elədiyi digər ölkələrdəki ssenarinin Tehranda təkrarlanmasını istəmir. Söhbət Əfqanistan, Suriya və Liviyadakı ssenarilərdən gedir. New York Times-a görə Birləşmiş Ştatlar bu ölkələrdə heç də tam qalibiyyət və uğur qazana bilməyib. Digər tərəfdən isə İran həmin ölkələrdən daha böyükdür və coğrafi mövqeyi daha təhlükəlidir. Eyni zamanda isə İranla müharibə Trumpın siyasi planlarında yoxdur. Əslində nə baş verir? Çox maraqlı süjetimiz var, izləyək, davam edəcəyik. Amerika Birləşmiş Ştatları prezidenti Donald Trump ölkədə vəziyyətin Liviya kimi xaosa çevrilə biləcəyindən ehtiyat edərək İrana qarşı hərbi əməliyyatla bağlı yekun qərarını təxirə salır. New York Times nəşrinin mənbələrinə istinadən verdiyi məlumata görə Trump 2011-ci ildə Liviyada baş verən hadisələri İran-İsrail münaqişəsinin inkişafı üçün arzuolunmaz ssenari kimi dəfələrlə qeyd edib. Bu səbəbdən Trump Vaşinqtonun hərbi müdaxiləsinin ölkədə sabitliyin pozulmasına şərait yaratmasını, eyni zamanda Amerika qüvvələrinin uzun müddət qalması və daxili böhranlarla nəticələndiyi İraq və Əfqanistan ssenarilərinin təkrarlanmasını istəmir. İndiki məqamda Trumpın bu tərz düşünməsi üçün bir sıra səbəbləri var. Birincisi, İran Vaşinqtonun indiyədək müdaxilə etdiyi ölkələrdən daha böyük və çox millətlidir. Əgər ABŞ Suriya, İraq, Əfqanistan, Liviya kimi dövlətləri işğal etməklə orada müəyyən bir idarə etmə sahibi olurdusa, bu Tehran üçün keçərli olmayacaq. İranın hərbi yolla işğalı eyni anda bir çox millətin dövlət yaratmaq arzusunu tətikləyəcək ki, bu qarşısı alınmayacaq xaosun qapısını aça bilər. Odur ki, Vaşinqton dövlət yaratmaq istəyən müxtəlif millətlər deyil, vahid İranla danışıqlara getmək və sülhün əldə olunmasının tərəfdarıdır. Digər tərəfdən də İran dünyanın zəngin ölkələrindən biridir. Yəqin Trump düşünür ki, orada bir savaş olacaqsa, o halda bu zənginliklərin taleyi də qeyri-müəyyən olacaq. Xaos olarsa İran çox millətlidir, deməli orada iç savaşlar, münaqişələr, sabitsizlik hökm sürər və nəticədə dünyanın zəngin bir coğrafiyası dağıla bilər. Yəni Liviyanın, İraqın, Suriyanın yoluna düşə bilər. Bu da Trumpın əslində maraqlarına uyğun deyil. Ona görə də o avtoritar olsa da, dini klerikal olsa da, hər halda İranda mövcud olan hakimiyyətlə danışmağa, uzlaşmağa daha çox üstünlük verir. Bundan əlavə Trumpın şəxsi reputasiyası Birləşmiş Ştatların hər hansı müharibəyə qoşulmasına qarşıdır. Hakimiyyətə gəlməzdən əvvəl müharibələri dayandıracağını deyən Ağ Ev rəhbəri, hətta bunun fonunda hərbi xərclərdə belə qısıtlamalara getmiş. Bir çox ölkədəki hərbi bazasını geri çağırmışdı. Hərbi müdaxilə fonunda İranın regionda mövcud olan ABŞ bazalarına zərbə indirmə ehtimalını da nəzərə aldıqda, Trump və komandası Tehranla açıq savaşdan çəkinir. Netanyahu'nun İrana ani hücumu isə Trump administrasiyasını çətin vəziyyətdə qoyub. İsrail danışıqların faydasız olduğunu bildirərək Birləşmiş Ştatları müharibəyə cəlb etməyə çalışsa da, Vaşinqton yarana biləcək bütün problemləri nəzərə alaraq aranı düzəltməyə çalışır. İranla müharibə Birləşmiş Ştatların maraqlarına qətiyyən cavab vermir. Çünki belə olacağı halda Amerikanın Suriya və İraqdakı hərbi bazaları İranın hədəfinə çevrilə bilər. Bu isə o deməkdir ki, nəticədə Amerika ictimai rəyinin Trumpın əleyhinə çevrilməsinə gətirib çıxaracaq. Təbii ki, buna görə də Trump və komandasındakı önəmli şəxslər İranla müharibənin tərəfdarı deyillər və İranla diplomatik təmasların qurulması, əslində nəticənin əldə olunması və müharibədən yayılma xarakteri daşıyırdı. Bundan narahat olan Netanyahu İrana hücum etməklə İran və Birləşmiş Ştatlar arasında olan danışıqlar prosesini pozmağa nail oldu. Digər tərəfdən hər nə qədər Birləşmiş Ştatlar İrana sanksiyalar tətbiq etsə də, Tehran arxa planda dünyada neft və qaz satışında mühüm aktyorlardan biri olmağa davam edir. Əgər Vaşinqton İrana hərbi müdaxilə edərsə, ölkədə yaşana biləcək xaos və savaşlar enerji bazarının kəskin formada zərbə almasına gətirib çıxaracaq. Şərqi Avropadakı müharibə səbəbindən onsuz da Rusiya ilə enerji sektorunda problem yaşayan Qərb, eyni ssenarinin İranla da yaşanmasını istəmir. Odur ki, Ağ Ev Tehrana müdaxilənin ölkəsi üçün heç bir fayda verməyəcəyini yaxşı başa düşür. İrana qarşı başlayacaq hər hansı bir geniş miqyaslı hərbi müdaxilə regionda xaotik vəziyyət yarada bilər və bundan sonra üçtərəfli qaçqın axınları baş verə bilər. Enerji daşıyıcılarında və enerji bazarında çox ciddi axsamalar və bu axsamalar fonunda qiymət artımları yaşana bilər. Eyni zamanda hər şeydən daha təhlükəsi İranın nüvə potensialı daha radikal qruplaşmaların əlinə keçə bilər ki,
Bu da bütün region üçün təhlükəli ssenarilər yarada bilər. Təbii ki, qeyd edilənlərə paralel olaraq Birləşmiş Ştatlar, Çin, Rusiya və Şimali Koreya kimi ölkələrlə də üzləşməkdən çəkinir. Ukraynaya hərbi müdaxilədən çəkinən və Kiyevə sadəcə silah göndərən dövlətlərin Moskva və Pekinin müttəfiqi olan Tehrana hücum etməsi real görünmür.